Mən Ümid Süleymanov. Mənim macəram layihəsində Azərbaycanın müxtəlif güşələrinə səyahət edir, ölkəmizin füsunkar təbiətini sizinlə bölüşürəm. Bugün Azərbaycanın ən sirli və ən yaşıl bölgələrindən biri olan Lerikdəyik. Qarşımızda isə Talış dağlarının qoynunda, sıx meşələrin arasında gizlənən möhtəşəm Tokyaxıl şəlaləsi dayanır. Bu şəlalənin adı Tanqaxıl şəlaləsidir. Balıq tutmaq üçün hansı zəruri əşyalar lazımdır, o haqqda məlumat verəcəm. Gedək, çaya düşək, çayın ətrafında baxaq, uyğun bir yer seçib balıq tutmağa çalışaq. Artıq balıq tutan demək olar hazırdır. Qırmanı bağladıq, qurğuşunu bağladıq. Və son olaraq təmiri də keçirək qırmaya. Bismillah deyib ataq çaya. Görək bəxtimizə nə düşür? Şamandıra hərəkət eləyir. Məncə yoxlamaq olar. Baxaq görək nə məsələdir bu belə. Yox. Belə şeylər olur. Əslində balıq qurd görəndə, şikarını görəndə həmin dəqiqə ona hücum eləmir. Əslində balıq da özünə görə bir, necə deyərlər, ağlı var. Onlar da hücum eləyərkən, ov eləyərkən nələrsə nəzərə alırlar. O qurdu görən zaman həmin dəqiqə gedib onu udmurlar. Yanına gəlirlər, dəyirlər, eləyirlər. Bəlkə də o toxunmalardır ki, həmin o şamandıranı yerindən eləyir və balıq tutanı çaşdırır. Və balıq tutmağın da müəyyən öz xüsusiyyətləri var. Təbii ki, bunu daha yaxşı, bütün günü balıq tutmaqla məşğul olanlar yaxşı bilər. Bəzi, məsələn, balıq tutanlar gedir, müəyyən bir yerdə balıq tutmağa çalışır. Bu daha çox həvəskarlara aiddir. Bir müddət gözləyir, 15-20 dəqiqə. Baxır, görür balıq yoxdur, deyir, yəqin yaxşı yerə atmamışam, götürür yerini dəyişir. Əslində isə bu düzgün qayda deyil, çünki balıq tutmaq üçün səbir lazımdır. Yəni, həmin dəqiqə çayda balıq var, qırmanı atım, o dəqiqə balığı tutacam, belə də olmur. Balıq tutmaq üçün mütləq səbirli olmaq lazımdır, gözləmək lazımdır. Eyni yerdə bəlkə də saatlarla gözləyəndən sonra nəhayət təbiət sənə öz hədiyyəsini uzadır. Mən də gözləmək məcburiyyətindəyəm. Xəmir gedib, xəmirini təzələmək lazımdır. Bu arada mən sizə çaylıq ərazidən keçərkən, əgər ayaqqabınız, corabınız islanıbsa, bunu necə qurutmaq olar, onu sizə göstərmək istəyirəm. Bunun üçün ilk növbədə ocaq qalamaq lazımdır. Bu ərazi bunun üçün uyğun bir yer kimi görünür. Məncə təhlükəsiz bir yerdir. Ocaq qalamaq lazımdır. Daha sonra ətrafına daşlar qoyub onları isitmək lazımdır. Və həmin o daşlarla daha sonra isə ayaqqabının içərisinə və ya corabın içərisinə dolduraraq o yaş ayaqqabını, corabı qurutmaq olar. Gəlin bunu bir-bir əyan şəkildə öyrənək.
Deyək, baxaq görək. Şamandırada vəziyyət necədir? Hələ ki, heç nə yoxdur. Xəmiri təzələmək lazımdır. Ya da biraz əl gəzdirmək. Artıq şəlalənin təxminən 100 metrliyinə gəlib çatmışıq. Buradan isə şəlaləyə yalnız çayın içindən keçə bilərik və ya gedə bilərik. Başqa bir yolumuz yoxdur. Yalnız çayın içindən getmək məcburiyyətindəyik. Mənim macəram Lerikdə davam eləyir. Aha, bu şamandıra yaman hərəkət eləyir. Ya Allah. Oo! Bəli, budur. Biz balıq tutduq. Özü də çox gözəl ölçüsü iridir. Əllə düzəltmə balıq tutanla da balıq tutmaq olar. Bu təbiətin bizə verdiyi hədiyyədir. Bu niyə hərəkət eləmir? Mənə o maraqlı gəldi. Aha, baxın. Farel balığı, çay balığı. Çox gözəl dadı olur. Deməli, bugün az qalmayacağıq. Operatorum və mən təbiətin bizə verdiyi bu hədiyyədən yararlanacağıq. Bu biri. Bir daha da bəxtimizi sınayaq. Kənardan bəlkə də gülməli görsənir bu balıqdan. Bir çox bahalı balıq tutanlarla mübarizə apara bilər. Onu bugün sübut elədi. Balığın elə ölçüsündən də görmək oldu bunu. Bir daha da bismillah deyək, bəxtimizi sınayaq. Məncə bir dənə az olar. Heç olmasa 2 dənə olsun ki, biri mənim, biri də operatorun. Birinci balıq üçün hardasa bir 40 dəqiqə vaxtımız getdi. Deməli, səbirli olmaq və gözləmək lazım idi.
Və beləliklə gəldik çatdıq Tokyaxıl şəlaləsinə. Bu şəlaləyə gəlmək üçün Lerikin Vizəzəmin kəndinə gəlmək lazımdır. Və oradan şəlaləyə qədər piyada marşrutla davam edirsiniz. Bizim hərəkət marşrutumuz təxminən 5 kilometrə yaxın bir məsafə elədi və biz ara-sıra digər şəlalələrə də getdik. Və yolun böyük bir hissəsi çay-içi kanyon yoludur. Belə çox gözəl, möhtəşəm görüntüsü var. Bura gəlmək çətinlik dərəcəsi orta asan demək olar. Yolun müəyyən bir hissələri keçmək çətindir. Çayın içindən keçməyə lazımdır. Və bura gələrkən bunu nəzərə alın, ayağınız mütləq suyun içində olacaq. Ona görə də ayaqqabla gəlməyi də tövsiyə eləmirəm. Xüsusi çay-içi daşlıq ərazilərdən, kanyon marşrutlarında istifadəyə uyğun olan ayaqqabıları geyməyi tövsiyə edirəm sizə. Şalvarla da gəlirsinizsə, istana bilər. Yaxşı olar həm şort olan, həm də şalvar olan bir paltarlara üstünlük verəsiniz. Çünki tez-tez istana bilər. Bəzi insanlar var idi, yarı yoldan qayıtdılar. Çünki elə keçidlər var ki, çox çətindir, ekstremaldır. Sürüşə bilərsiniz, yıxıla bilərsiniz. Ona görə də bu ərazilərdən keçərkən ehtiyatlı olun və bu məqamları nəzərə alın. Artıq ocağımız hazırdır. Növbəti plan isə daşları ocağın ətrafına düzmək olacaq. Çünki biz daşları ocağın ətrafında istəcəyik və həmin daşları daha sonra isə ayaqqabının və corabın içərisində keçirəcəyik ki, onu qurutsun. Belə məqamlarda çayın içərisindən daş götürmək olmaz. Çünki yaş olan bir daş, nəmli daş partlama təhlükəsi ola bilər. Ona görə də yaxşı olar ki, kənardan götürəsiniz və birbaşa da ocağın içinə də atmaq olmaz. Çalışacağım qismən quru daşları götürüm. Ətrafında ilkin növbədə qurudum. Daha sonra həmin daşları da qaynar vəziyyətdə yox, bir qədər də soyudub ayaqqabını və ya corabın içərisinə daxil etmək olar. Daş seçərkən belə panelli daş seçməyin, çünki partlamağa meyillidir. Çalışın belə daşlardan uzaq durun. Nisbətən hamar, yumru, belə daş olsa daha yaxşı olar. Məsələn, bu olar. Və ocağın ətrafına da düzəndə də çalışın ocaqda çox yaxında dayanmayın. Çünki partlaya bilər, bu istənilən halda bu təhlükə var. Ona görə də nisbətən uzaq durun. Şamandırada yenə də hərəkətlilik var. Bu da ikinci balığımız. Bəxtimizə ikinci balıq da düşdü. Hərəyə bir dənə. Biri mənim, biri də operatorun. Məncə bəsdir. Çünki hər balığı gözləmək üçün hardasa bir 40-45 dəqiqə vaxt itirdik. Artıq ocağımız da hazırdır. Düşünürəm ki, az da olsa dadına baxmaq olar.
Artıq balıqlar da bişirilməyə hazır vəziyyətdədir. Nəsə qəribə səslər gəlir. Deyəsən balığa ortaq olmağa çalışanlar da var. Nə ola bilər bu? Və ən sonunda şəlaləyə gəlib çatandan sonra həqiqətən də bu möhtəşəm mənzərəni gördüyünüzə görə özünüzlə qürur duyacaqsınız. Çox estetik bir məkandır. Sağ-sol qayalıqlar, yamyaşıl mamırlarla örtülüdür. Və oradan çox möhtəşəm mənzərəli, estetik görünüşlü bir şəlalə axır. Tokyakıl şəlaləsi. Lirik, gözəl şəlalələr məkanıdır desəm, daha doğru düzgün olar. Burada saymaqla bitməyəcək qədər çox gözəl şəlalələr var. Və mən hər zaman tövsiyə edirəm insanları təbiətə yaxın olaq, təbiətimizin yaratdığı bu füsunkar mənzərəni seyr edək, kəşf edək. Təhlükə deyəsən sovuşdu, çünki səs artıq gəlmir. Qaydaq ocağın yanına. Balığın biri düşdü yerə, onu qoyaq burada üstünə bişsin öz üçün. Balıq demək olar birazdan pişəcək, bir neçə dəqiqəyə. İndi isə özümə bir boşqab axtarıram, təbiətin verdiyi vasitələrdən istifadə edərək. Burada hamar bir daş axtaracam, balığı onun üstünə qoymaq üçün. Bu daş məncə elə əladır. Yuyaq bunu. Tərtəmiz bilək. Bəli, artıq pişib. Yemək olar. Balaca balıq daha tez pişdi. Birinci onun dadına baxmaq istəyirəm. Əladır. Bugünkü əziyyətə dəyərdi. Əla. İndi isə növbəti prosesə keçirik. Burada islanmış çorabı, islanmış ayaqqabını necə qurda bilərik, o prosesləri göstərəcəm. Biz daşları qoymuşduq ocağın ətrafına. Onlar isti idi. İndi köz artıq yavaş-yavaş sönməyə yaxınlaşdıqca onları
daşları daha da yaxına gətirmişəm. Çünki mən əvvəldən çox da daşları ocağın içine atmadığıma görə onlar çox da qaynar deyil. İndiki vəziyyətdə isə o daşları corabın və ayaqqabının içərisində dolduracağam. Burada ehtiyatlı olmaq lazımdır ki, əliniz yanmasın. İstiliyi var. Daş belə məqamlarda nəmi özünə çəkir. Daşları bu formada doldururuq corabın içinə və bunları tez-tez dəyişmək lazımdır. Daşlar daha tez soyur, çünki corab çox yaşlı, suyu dərhal özünə çəkir. İndi isə ayaqqabıya keçirik. Gözləyək, corab biraz da qurusun. Qaynar olmamalıdır daşlar. Çünki çox qaynar olarsa, ayaqqabını zədələyə bilər, sıradan çıxara bilər. Eyni zamanda corabı da sıradan çıxara bilər. Ona görə də çox qaynar olmamalıdır və onları bax belə ayaqqabının içərisinə doldururuq. Və tez-tez dəyişmək lazımdır. Əgər siz də belə çətin duruma düşərsinizsə, çaylıq, kanyon ərazilərindən keçərkən ayaqqabınız, corabınız islanırsa, ocaq qalayaraq, daşları isilərək ayaqqabınızı quruda bilərsiniz. Mənim macəram burada bitir. Amma təbiətin verdiyi enerji bizimlə qalır. Çünki bilirik, təbiətə nə qədər yaxın olsa, bir o qədər sağlam qalarıq. Növbəti macəralarda görüşmək ümidi ilə.